Gəncədə həmyaşıtları tərəfindən qətlə yetirilən Elgün İbrahimovun faciəsi ölkədə geniş rezonans doğurub. Sosial şəbəkələrdə Elgün üçün ədalət şüarı ilə kampaniyalar başladılıb və ictimaiyyət hadisənin ədalətli araşdırılmasını tələb edir. Ailə və yaxınları günahkarların layiqli şəkildə cəzalandırılmasını istəyir. Hazırda vəziyyət necədir? Globalifo az bununla bağlı müvafiq qurumlarla əlaqə saxlayıb. Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən saytımıza verilən xəbərə görə məsələ hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Bizə hər hansı xəbər yoxdur. Hadisə məktəbdən kənarda qeyri-dərs saatında baş verdiyi üçün nəsə deyə bilmərik. Bunu hüquq mühafizə orqanları araşdırmalıdır. Bununla da Elgünün eyni məktəbdənmi yoxsa kənar şəxslər tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilməlidir. Baş Prokurorluğunun mətbuat xidmətindən saytımıza qeyd edib ki, hazırda Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126, 3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır. Globalifo, Elgün İbrahimovun təhsil aldığı Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəblə də əlaqə saxlayıb. Təhsil ocağı onun nümunəvi şagird olduğunu bildirib. Çox yaxşı uşaq idi, onda heç bir mənfi xüsusiyyət tapmaq mümkün değildi. Sinif yoldaşları ilə münasibətləri də hər vaxt yaxşı olub. Mərhumun dayısının sözlərinə görə Elgün döyülərkən tanınmaz hala salınıb. Axşam bacım zəng edib, ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağın vəhşicəsinə döyülmüşdü, tanınmaz haldaydı. Tibbi ərazi bölmələrini idarə etmə birliyindən verilən xəbərə görə mayın 13-də gecə yarısında 2007-ci il təvəllüdlü şəxs kişi cinsli Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya edilib. Ona qapalı kəllə beyin travması, qarnın və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin olunub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb. Qeyd edək ki, mayın 12-sində Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov aldığı ağır kəllə beyin travmasından xəstəxanada vəfat edib.